Həkim, penisdə sümük olmadığı təqdirdə bu necə sına bilər? Onun için dedim bunu yap kemikten dursun böyle. Bəli, bu zarafat deyil, hətta uroloqların gecə əməliyyata girdiyi ən maraqlı hallardan da birisidir. Penisdə sümük yoxdur. Qırılma dediyimiz şey ereksiya zamanı penisin sərtliyini saxlayan tunika albungeya adında verilən bir qişanın cırılması deməkdir. Ən çox səbəb sərt cinsi əlaqə və nəticəsində penisin qəfil əyilməsidir. Bu halda sümük qırılması kimi möhkəm bir səs eşidilir, şiddətli ağrılar və penis sürətli şəkildə şişməyə başlayır. Keçər deyib bunu gözləmək olmaz, mütləq təcili olaraq həkimə müraciət eləmək lazımdır. Vaxtında müalicə olunmazsa, yəni əməliyyat olunmazsa, cinsi zəiflik və əyrilik baş verəcək. Həkim, bəs bir daha sual verim sizə. Bu ən çox hansı pozisyonda olur? Ya bunu qoyma deyəcəm, yəni bunu qoyma, sonra bizi topa tutarlar. İnsanları bilirsən. O dogi pozisyonu var, o pozisyonda olur ən çox. O pozisyonda daha çox penis qırılması baş verir. Ona görə diqqətli olmaları lazım insanların. Sən də diqqətli ol.